Özünüz bilirsiniz də Cəməl döyüşü, Təlxər Zubeyir, Ayşə, onlara da qoşulan Mərvangil Osmanın qətlindən sonra. Əli Əleyhisselamdan beyyəti sındırıb gedirlər Bəsriyə. Əli Əleyhisselamın xilafətin ilk dövrü olur. Demək, Ayşə Bəsriyə çıxarkən Allah Rəsulunun o birisi zövcəsi Ümmü Sələmə ona bir məktub yazdı. Sən sanki Allah Rəsulu ilə ümməti arasında bir qapı vasitə və onun üzərində vurulmuş örtüyüsən, pərdəsən. Quran artıq bunu öz ayələrində toplamışdır, bəyan etmişdir. Belə isə bu hərəkətinlə onu açma, pərdəni açma. Evində və daxmanda otur, onu evini səhraya aparma. Yəni savaşmaq üçün səhraya xeymə qurmağa getmə. Allah bu ümmətin aqibətindən xəbərdardır. Allah Rəsul da sənin yerini bilirdi və əgər sənə tapşırıq vermək istəsəydi, bunu edərdi. Artıq o sənə öz tapşırığını vermişdir. Diqqət edin, artıq o sənə öz tapşırığını vermişdir. Odur ki, sənə verilən tapşırığa evdə qalmaq əmrinə əməl et və ona xilaf çıxma. Yoxsa sənə qarşı çıxılar. Sən onun Novəbdə itlərin hürəcəyi barəsində sözünü qadınlara cihad vacib deyil. Ey Xumeyrə, diqqətli ol ki, yolunu azanlardan olmayasan, kəlamlarını yadıma sal. O sənə öndə gedərək diyarları gəzib dolaşmağı qadağan edib. Əgər İslamın sütunu əyilərsə, onu qadınlarla düzəltmək olmayacaqdır. Əgər onunla bir çat yaranarsa, onu qadınlarla təmir etmək olmaz. Qadınlar üçün bəyənilən əməllər, haram şeyləri gözlərini yummaq, namusu qorumaq və qısa addımlar atmaqdır. Əgər Allah Rəsulü səni biyabanların, səhraların birində, bir su kənarında, digər su kənarına gedən gənc bir dəvənin üstündə oturduğunu görsə, ona nə deyəcəksən? Həqiqətən də Allah sənin nə istədiyini görürsən, artıq onun pərdəsini aradan götürdün, yəni onun ehtiramını ayaqlar altına atdın və səninlə bağladığı əhd-peymanı tərk etdin, əməl etmədin. Əgər mən sənin bu yolunda getsəydim, sonra mənə firdovqa daxil ol deyilsəydi, o zaman Allah Rəsuluna qovuşduğumda mənim üzərimə çəkdiyi örtüyü aradan apardığıma görə ondan utanardım. Belə isə ona qovuşana qədər qalanı evin və örtüyünü, hizabını qəbrin qərar ver. Çünki sən bu halında Allahın sənə vacib etdiyi daha itaətkar olar və bu işində çəkilməyində onun dininə daha çox kömək etmiş olarsan. Əgər sənə bildiyim bir sözü, sənə verilən tapşırığı xatırlatsam, o zaman gözləri bərəlmiş hallı ilan kimi məni sancardı. Ayşə dedi, məsləhətin məqbuldur və xeyirxah olduğunu da bilirəm. Lakin bu sənin zənn etdiyin kimi deyildir. Ən gözəl qayıdış yeri bir-biri ilə savaşan iki dəstəni mənə pənah gətirmişdilər. Əgər öz yerimdə otursam, yəni heç nə etməsəm, heç bir günah qazanmaram. Əgər ayağa qalxsam, o zaman etməli olduğumu etmiş olaram. Ümmü Sələmə dedi, əgər kimsə sürüşməkdən qoruna bilsə, o zaman Ayşə insanlardan öndə olardı. Bəs qədər Allah Rəsulunun sünnəsini öyrənmisən, bəs qədər Quran ayələri tilavət etmisən. Bəzən Allah bir bölümünə ağını alar, hətta o başına vurulan kimi olar. Ümmü Sələmənin Ayşəyə söylədikləri bu anlama gəlir ki, İnnəkə
Suddətun heyni Rasulillah cümləsinin mənası belədir ki, həqiqətən sən evində və ailəsində onunla ümməti arasında bir qapısan. Beləliklə də onun qoruduğu alçaldıldı. Odur ki, onların belə etmələri üçün əlindən gələni əsirgəməyin vacib olduğu bir halda bu səfərindən baş verənlərə səbəbkar olma. Onun işlətdiyi təndəhini ifadəsi onu açma hərəkətini və çıxışında genişləndirmə mənasındadır. Onun söylediği Qəd Cəməl Quran cümləsi Allah Taala'nın Quran-Kərimdə vurduğu bu ayədir ki, buğarla öz evinizdə qərar tutun. İlkin cahiliyyət dövründə qadınlar çıxışı kimi cəmaat arasında çıxmayın, namaz qılın və zəkat verin, onun Rəsuluna itaat edin. Əshab surəsində keçir bilirsiniz. Yəni bu hədis çox gözəl bir hədisdir, məktubdur və bu məktubda çox böyük bir mənalar var iki dənə zövcənin arasında. İndi burada bu iki dənə zövcənin arasında bu məktub görürsünüz, demək Ümmü Sələmə də eşitmişdir Rəsulullahdan həbbab itləri haqqında. Xanım Ayşə də bilirdi, ikisi də bilirdilər. Və Ayşə görsən deyir ki, mənim niyyətim başqa idi də. Bu gedəndə yolda həvva bitləri bunun üstünə hürdü. Bu yəqinə çatdı ki, Rəsulullah dediyi andır. Və bu bura gəlməyi səhvdir. Həmən vaxtı sual verir ki, bura haradır? Bu məlun Mərvan gedir orada camaada öyrədir oran camaadını. Pul para verir, gəlir deyir ki, bura o yerdir. Və həmən bu onu tərəddüddən çıxardır və artıq o cinayəti törətməyə vadar edir. Necə ki, Osmanın qətlində Mərvanın dəhşətli dərəcədə, yəni ki, günahı haqqında bəs qədər danışmışam. Burada da Peyğəmbər zövcəsini birinci səfər yoldan çıxardır, dəviyə mindirir və meydana sürür. Başa düşürsünüz? Yəni bu məsələnin, yəni Mərvanın burada onu göstərmək istəyirəm sizə ki, yəni Mərvan nə dərəcədə kömək eləyir. Şimdi bir insan səhv yolu gedir, görsən o səhv yolu Ümmü Sələmə qabağını almaq istəyir. Amma Mərvan onu daha da məsəl üçün qabağını almaq əvəzinə ta adam o yola sürüklüyür. Fikir verirsiniz Mərvanın yəni buradakı əməlinə. Sonra gedir döyüş vaxtı Təlxanı oxla vurur arxadan. İndi mən sizə burada bir sual vermək istəyirəm ki, axı Mərvan əgər belə işlər görürdüsə, onda bu özünü kim sayırdı? Əli əleyhissalamla məsəl üçün Mərvanın münasibəti, məsəl üçün Osmanın məsələsində bəlli idi ki, Osmanın yoldaşı Nailə xanım deyir ki, artıq Əli düz deyir, Mərvanı təhvil verməlisən də, səni uçuruma aparıbdır. Yəni, gör bizi nə hala saldı. Osman da Mərvanı təhvil vermir, yəni onu örtbasır edir, onu elədikləri cinayəti hansı ki üstü açılmışdır, o şeyi vermir, görsətmir. Və yenə də Mərvanın elədiyi böyük cinayət səbəb olur ki, Osmanı qətlə yetirirlər. Başa düşürsünüz? Yəni bunu orada həyat yoldaşı da bilir, evdə də bilirlər də, qızlardır, ər olur. Yəni elə hadisələr baş verib ki, bunu çox adam şey eləmir, araşdırmır. Və bunu məsəl üçün səthi yanaşır məsələyə. Amma bu məsələ səthi yanaşmalı məsələ deyil. Məsəl üçün Alparslan kimi adamlar deyiblər, hamısı mala komandasıdır da.
Bəlkə də heç bunların xəbəri yox idi ki, məktub olub, belə-belə məsəl üçün söhbətlər olub da. Amma indi maşallah olsun, Alparslan yəqin ki, dinlədi və başa düşdü ki, belə şeylər olub və olacaq. Və o da gərək axtara tapa. İndi sual nədir? Mənim sualım budur ki, bunu oxumaqda məqsədim nə idi? Məqsədim bu idi ki, Mərvan barəsində mənim sualıma cavab verin ki, Mərvanın məqsədi Cəməl döyüşündə nə idi? Kim mənə bunu izah edə bilər? Nəyə nail olmaq istəyirdi? Və orada nə işi var idi? Axı, xanım Ayşənin maaşını kəsən Osman onun qaynatası idi və onlar da bir-birinə yola getmirdilər və o da tələb eləyəndə Osman ona dedi ki, sənin dədən bəyəm Fatimən hesab kitabını ödədi ki, sən gəlib məndən hesab kitab istəyirsən. O da qayıtdı ki, bu kişi kafir olub, öldürün Nəxsəli. Nəxsəl Yahudi idi, Osmanla bir-birinə oxşuyurdular, Mədinədə yaşayırdılar. Yəni, bu hadisələrin içində yəni Ayşə ilə Osman yola getmirdilər. Mərvan da Osman tərəfdə idi. Nə vadar eləyir Mərvanı ki, Ayşə ilə burada vadar eləyir onu, aparır Səhriyə müharibəyə və orada da alladır və onun tərəfində olur. Yəni, bu sualım budur ki, yəni Mərvan bu addımı nəyə görə atmışdı? Sual bugünkü mövzuda budur, kim cavab verə bilir? Hamı bilir də, bu mövzudan hamı bilir. Məsələn, bu Cəməl döyüşü barəsində. Qabardıram bir də ki, Mərvanı tanımaqdan ötürü, Mərvanın cinayətlər silsiləsini aşmaqdan ötürü. Sual budur ki, Mərvan bu hadisələrdə Ayşəyə protokol ola, Ayşə ilə niyə birləşdi ki? Nağarırdı da, nə istəyirdi o, nağarmaq istəyirdi. Buyurun. 2 nəfər var. Tıqqılma bu satmalıdır, qardaşlar. Tıqqılma bu ləzina. Assalamu aleykum və rəhmətullah.